İnsanlar bəzi günahları etmir və namaz qılmaqda ehtiyac duymurlar. Onlar necə başa salaq ki, namaz vacibdir? Namaz Allahın belə də vacib buyurduğu hökmlərdəndir ki, Quran, əgər bu insanın Allaha etiqadı, Quran-ı Kərimə etiqadı varsa, Quran-ı Kərimə müraciət olunsun ki, Allah Quran-ı Kərimdə namazı vacib buyurmuşdur. Əqimis salah, namaz qıl. Nə qədər bu məzmunda ayələrimiz var ki, namazın vacibliyinə dəlalət edir və Allah bizdən namazı istəyir. Bəzən buradakı qeyd olunur ki, bəzi günahları etmir. Yəni, günahlar əslində namazı qılmamağın özü elə günahdır. Bir insan ki, vacibi tərk edir, vacibi tərk eləmək günahdır. Bəzən deyirlər ki, mən neynəmişəm, məsələn, hər hansısa bir günahım yox filan, amma namaz qılmır, namaz qılmadığı üçün amma günah etmiş olur. Və bəzən də bəzi məşhur sözlər var ki, əslində bu söz haqqında o deyən insanlar çox da düşünməyiblər bəlkə. Deyir ki, əməlin düz olsun. Yəni, əməlin düz olsun deyə nə nəzərdə tuturlar? Bu sual əslində vermək istəyərdik ki, hansı əməldən danışılır? Yəni, bir insana pislik eləmə, yalnız yaxşılıq elə, bunu demək istəyirlər bəlkə də, amma namaz qılmasan da olar. Bəli, bu kökündən yanlışdır. Həm yaxşılıq elə, pislik eləmə və mütləq namaz qıl. Namaz qılmaqla o işlər dəyər tapa bilir əslində. Ona görə namazla bahəm, mümkündür, bəzi insanlar namaz qılır, pislik eləyir. Və bu bəzi insanların da əlində bu bayraq olur ki, filan kəs namaz qılır, amma o işi də görür. Əgər sən namaz qılan olmaq istəyirsənsə, sən namaz qıl, amma onun kimi olma. Sən Peyğəmbərə bənzə, Peyğəmbər sənə nümunə olsun. Hər hansısa bir başqa namaz qılan yox. Bəli.